Allah sənə bu qədər nemətləri verib, səni imtahan etdiyinə görə Allah Subhanahu taala sən Allaha qarşı üsyan edəcəksən, Allaha qarşı çıxacaqsan? Əlbəttə ki, yox. İbn Teymiyyə rahimehullah, bilirsiniz, İbn Teymiyyə rahimehullahı çox əziyyətlər veriblər. Türmələrə salıblar, döyüblər, əziyyətlər veriblər. Deyir, onu türməyə salıb qapını bağlayan vaxtı bu ayəni oxuyur. فَضُرِبَ بَيْنَهُمْ بِسُورٍ لَهُ بَابٌ بَاطِنُهُ فِيهِ الرَّحْمَةُ وَظَاهِرُهُ مِنْ قِبَلِهِ الْعَذَابُ. Onların arasına bir divar çəkildi. Onun zahiri əzabı, onun daxili isə rəhmət görsənir. Əslində bu nə idi İbn Teymiyyə rahimehullah üçün? Onların əzabı idi. İbn Teymiyyə rahimehullah nə deyir? Bu ayəni oxuyub deyir ki, yəni deyir, onlar mənə neynə bilirlər? Uzaq başı neynəyəcəklər mənə? Deyir, mənim cənnətim, bostanım hamısı mənim sinəmdədir, qəlbimdədir. Məni bura salsalar, bu mənim üçün təklik olar, xəlvət olar. Rəbbimlə tək qalacaq. Öldürsələr, Allah yanında, Allah yolunda şəhidlik olacaq. Və mənim ölkəmdən çıxarsalar, bu da Allah yolunda səyahət olacaq mənim üçün. Baxın, necə baxır məsələyə. Və buyurur ki, dünyada elə bir cənnət var ki, o cənnətə daxil olmayan axirət cənnətdə daxil olmayacaq. Dünyada olan cənnət. O da deyir, imanın şirinliyidir. İmanın şirinliyini dadmayan, o dünyadakı olan o imanı, o cənnət var. İnsana həqiqətən də o imanın şirinliyi gələn vaxtı heç nə onun vecinə olmur. Yalnız Allahın razılığı olur. İbadət edir, Allahı düşünür. İbadət edən vaxtı Allahı fikirləşir. Allah üçün, savabları əldə etmək üçün. Və heç yerə tələsmir. Rahat-rahat ibadətini edir. Zikirləri edir. Xırda-xırda. Belə yox, yox. Xırda-xırda. Subhanallah, subhanallah, subhanallah. O hər subhanallah deyən vaxtı ona ləzzət edir. İçindən elə bir his gəlir ona. Onunla həzz alır.